Azərbaycana və xalqımıza qarşı xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkəmə qarşısında cavab verən 15 nəfər Ermənistan vətəndaşına qarşı irəli sürülmüş ittihamlar məhkəmə istintaqında tədqiq olunan sübutlarla təsdiqini tapıb. Açıq keçirilən məhkəmə prosesində çıxış edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli dedi ki, Azərbaycana qarşı təcavüzkar müharibənin 1980-ci illərin ikinci yarısından gizli şəkildə Ermənistanda hazırlandığı, planlaşdırıldığı və həyata keçirildiyi məhkəmə istintaqında təsbit edilib. Bunun üçün Ermənistandan əvvəlcə Azərbaycan ərazilərinə silah-sursatlar daşınıb. Ermənistan tərəfindən qanunsuz mütəşəkkil silahlı birləşmələr, müxtəlif qondarma strukturlar, mətbu orqanlar formalaşdırılıb. Ermənistan Azərbaycanın suveren ərazilərini işğal edib və bu işğalı pərdələmək üçün işğal olunan ərazilərdə qondarma rejim yaradıb. Məhkəmə istintaqında tədqiq edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın suveren ərazilərinin işğal edildiyini, bununla da Ermənistanın ölkəmizə qarşı təcavüzkar müharibə apardığını təsdiqləyib. Məhkəmə istintaqında təsdiqlənib ki, təcavüzkar müharibə zamanı və ondan sonraki dövrlərdə Ermənistan tərəfindən cinayətlərin törədilməsində məqsəd Azərbaycanın suveren ərazilərini işğal altında saxlamaq və qondarma rejimin mövcudluğunu təmin etmək olub. Atəşkəs dəfələrlə pozulmaqla Azərbaycan Silahlı Qüvvələrinin üzvləri, mülki şəxslər, onların əmlakları, mülki təyinatlı dövlət obyektləri, elm, təhsil, tibb müəssisələri, xəstə və yaralıların yerləşdiyi məntəqələr, habelə mühüm strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan neft kəməri hücum obyektinə çevrilib. Əsas prinsip və məqsəd Qarabağdan azərbaycanlıları məcburi köçürmək və onları bir qrup kimi tamamilə və ya qismən məhv etmək olub. Müəyyən olunub ki, baş vermiş soyqırım nəticəsində Xocalının əhalisinin 10%-ə yaxını qısa müddətdə məhv edilib. 15%-ə yaxını isə girov götürülərək müxtəlif işgəncələrə məruz qoyulmaqla sağlamlıqlarına ağır zərər vurulub. Əhalinin kütləvi məhv edilməsi ilə bağlı törədilmiş 9 hadisə mülki əhaliyə qarşı geniş miqyaslı və sistematik, geniş coğrafi ərazini əhatə eləyən, eləcə də çoxlu sayda insana təsir göstərən təcavüzkar hücumun tərkib hissəsidir. Qətl və məhv etmə əməlləri Ermənistanın havadarlıq etdiyi cinayətkar birlik tərəfindən əlaqələndirilmiş plan və siyasətin tərkibi kimi reallaşdırılıb. Əsas niyyət çoxlu sayda insanı öldürmək olub. Təqsirləndirilənlər həmin niyyəti bilərək cinayət əməllərini törədiblər. Dövlət ittihamını müdafiə edən prokuror dedi ki, bu hadisələr ayrı-ayrılıqda baş vermiş təsadüfi hadisələr kimi deyil, Ermənistanın apardığı təcavüzkar müharibənin gedişində törədilmiş geniş miqyaslı və sistematik planlı hücumun vahid hissəsi kimi qiymətləndirilməlidir. Təcavüzkar müharibə nəticəsində minlərlə azərbaycanlı beynəlxalq hüquq normaları və Azərbaycan qanunları ilə müəyyən edilən əsaslar olmadan qanuni yerləşdikləri ərazilərdən məcburi didərgin salınıb. Bunun məqsədli və planlı həyata keçirildiyi Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyanın çıxışı, Serj Sarkisyanın müsahibəsi və təcavüzkar müharibənin acı nəticələri ilə təsdiqlənib. Məcburi köçürülmə ərazilərin azərbaycanlılardan təmizlənməsi məqsədini daşıyıb. 1994-cü ildə atəşkəs imzalandıqdan sonra əhalinin məcburi köçürüldüyü ərazilərə qayıtmasına nəinki imkan yaradılmayıb. Əksinə, təmas xətti üzrə ərazilər minalanıb. Qayıdışın qarşısını alan bütün üsul və vasitələrdən istifadə edilib. Məhkəmə istintaqında zərər çəkmişlər məhz azərbaycanlı olduqları üçün onlara qarşı sülh və insanlıq əleyhinə cinayətlər törədildiyini bildiriblər. Qeyd edilənlər məhkəmədə tədqiq olunmuş Ermənistanın sabiq prezidentləri Serj Sarkisyanın, Levon Ter-Petrosyanın, Robert Köçəryanın və cinayətkar birliyin üzvlərinin müsahibələri ilə də təsdiqlənib. Azərbaycanlılara qarşı törədilən cinayətlər sistematik və geniş miqyaslı xarakter daşıyıb. Zərər çəkmişlərə qarşı ağır fiziki və psixi istirablar ehtiva edən işgəncələr tətbiq edilib. Mülki əhaliyə və qeyri-kombatant hərbiçilərə qarşı törədilən qeyri-insani rəftar onları qorxutmaq və azərbaycanlı olduqları üçün cəzalandırmaq, Azərbaycan Silahlı Qüvvələrinin müqavimətini qırmaq və torpaqları işğaldan azad etməkdən çəkindirmək, habelə digər azərbaycanlıların Qarabağı tərk etməsinə nail olmaq məqsədini daşıyıb. İşgəncələrin sistematik xarakter daşıması və geniş coğrafiyada yayılması Ermənistan dövlətinin siyasətini əks etdirdiyini sübut edib. Məhkəmədə bəzi zərər çəkmişlər bilavasitə onlara qarşı və ya onların gördüklərinə, eşitdiklərinə əsasən digər şəxslərə qarşı erməni əsilli tibbi heyət tərəfindən iynələrdən istifadə edilməklə müxtəlif maddələrin bədənlərinə vurulduğunu bildiriblər. Naməlum maddələrin tibbi personal tərəfindən tibb müəssisələrində zərər çəkmişlərin bədənlərinə iynə ilə yeridilməsi onların üzərində məlum olmayan məqsədlərlə tibbi, bioloji və başqa tədqiqatların aparıldığını göstərir. Təcavüzkar müharibə dövründə qrad reaktiv yayılım atəş sistemlərindən, ağır artilleriya qurğuları hesab olunan döyüş toplarından və digər iri çaplı silahlardan, Smerç markalı yayılım atəşli raket sistemindən, Toçka-U, Elbrus əməliyyat taktiki təyinatlı raket komplekslərindən, fosfor tərkibli tüstülü artilleriya mərmilərindən istifadə olunması tədqiq edilmiş materiallar,
O cümlədən müvafiq ekspert rəyləri, baxış protokolları və zərər çəkmişlərin ifadələri ilə təsdiqlənib. Azərbaycana qarşı çoxsaylı qadağan olunmuş silahların, müharibə vasitələrinin və üsullarının, xüsusən də fosfor tərkibli tüstülü artilleriya mərmilərindən istifadənin tətbiq edilməsi ölkəmizin də tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinin pozulmasıdır. Eyni zamanda dağıdılması mülki əhali arasında böyük itkilərə səbəb olan və mülki obyektlərə əhəmiyyətli zərər vura bilən qurğularla hücumların edilməsi beynəlxalq humanitar hüququn ciddi hüquq pozuntusu hesab edilməklə cinayət kimi qiymətləndirilir. Azərbaycanın suveren əraziləri tank və piyada əleyhinə minalarla, eləcə də digər partlamamış hərbi sursatlarla çirkləndirilib. Bunun nəticəsində vətəndaşlarımız, o cümlədən mülki şəxslərimiz qəsdən öldürülüb və ya onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə qəsdən öldürülməsinə cəhd olunub. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlardan aydın olub ki, 1988-ci ilin fevralında Ermənistanda başlayan dırnaqarası hərəkatın məqsədi Qarabağın işğal olunaraq Ermənistanın tərkibinə daxil edilməsi olub. Dövlət ittihamını müdafiə edən prokuror bildirdi ki, təqsirləndirilən şəxslərin ittiham olunduğu ağır və xüsusilə ağır cinayət əməllərinə görə cinayət qanununun müəyyənləşdirdiyi cəzalar ömürlük azadlıqdan məhrum etmə də daxil olmaqla bir çox ağır cəzanı etva edir. Cinayətkar birlik 15 nəfər təqsirləndirilən də daxil edilməklə geniş və çoxşaxəli inkişaf etmiş strukturdan ibarət olub. Konkret məqsədlərin həyata keçirilməsi üçün təşkil edilib. Qrup üzvlərinin hər biri daimi üzvlük əsasında özünə məxsus rol və funksiyalar yerinə yetiriblər. Təqsirləndirilən şəxslərin həmin struktur daxilində hiyerarxiya üzrə, tabeçiliyi və vəzifə üzrə yüksəlmə imkanları olub. Azərbaycan dövləti və xalqına qarşı çoxsaylı cinayətlər törətmiş təqsirləndirilən şəxslər və digərlərindən ibarət cinayətkar qrup həm daxili qanunvericilik, həm də beynəlxalq hüquqi sənədlərə əsasən cinayətkar birlik hesab edilir. Bu səbəbdən təqsirləndirilən şəxslər həmin birlik tərəfindən onun məqsədlərinin həyata keçirilməsi üçün müvafiq dövrlərdə törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdırlar. Məhkəmədə tədqiq olunan materiallarla sübuta yetirilib ki, Ermənistan Azərbaycanın suveren ərazilərini işğal edib. Azərbaycana hərbi təcavüz zamanı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və çoxlu sayda digər xüsusilə ağır cinayətlər törədib. Sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təqsirləndirilən şəxslərə ittiham olunduqları hər bir cinayət əməlinə görə təyin edilməli cəzaya dair dövlət ittihamını müdafiə edən prokurorların təkliflərini səsləndirdi. Vurğulandı ki, təqsirləndirilən Arkadi Kukasyan, Bako Saakyan və Madat Babayanın ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmalarına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxslər 65 yaşına çatdıqları üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Vüsal Əliyev məhkəmədən təqsirləndirilən Arayik Harutyunyan, Lyova Mnatsakanyan, David Manukyan, David Babayan və David İşxanyanın cəzasını həbsxanada çəkməklə ömürlük, Arkadi Kukasyan və Bako Saakyanın cəzasının ilk 10 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov isə məhkəmədən təqsirləndirilən Madat Babayanın və Melikset Paşayanın 20 il, Qarik Martirosyanın 19 il, David Allahverdiyanın 18 il, Levon Balayanın 17 il, Vasili Beqlaryan, Qurgen Stepanyanın və Erik Qazaryanın 16 il müddətinə azadlıqdan məhrum edilməsini istədi. Onların cəzanın ilk 10 ilini həbsxanada, qalan hissəsinin ciddi rejimli cəza çəkmə müəssisəsində çəkmələrini xahiş etdi. Dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxslərin hər biri barəsində seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məhkəmədən xahiş etdilər. Bundan başqa cinayət işi üzrə maddi sübutlar barədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə qərar qəbul edilməsi məhkəmədən xahiş olundu. Məhkəmə prosesində həmçinin zərər çəkmişlərin nümayəndələri də təqsirləndirilənlərə qarşı irəli sürülən ittihamın bir ilə yaxın müddətdə davam edən məhkəmə istintaqında tədqiq olunan sübutlar, araşdırılmış materiallar, dindirilən şahidlər və zərər çəkmişlərin ifadələri, ekspertiza rəyləri ilə sübuta yetirildiyini dedilər. Nümayəndələr dövlət ittihamını müdafiə edən prokurorların təklif etdikləri cəza ilə razı olduqlarını və buna uyğun hökm çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə prosesi noyabrın 27-sində davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Ana Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi,
onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözgedən cinayətkar birliyi tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.